Aleksandr Cuma, Qafqaz səfəri, 23-cü fəsil. Şəhər, bazarlar, məscid, su və od. İranlıların yanına getdiyimiz günün sabahsı səhər saat 9-a yaxın bizə xəbər verdilər ki, Knyaz Xasay xan Usmiyev Avropalılardan artıq bir dəqiqəliklə bizə baş çəkməyə və qulluğumuzda durmağa gəlibdir. Parislilərlə Azərbaycanlı haqqında danışmaq onlara bir, yaxud iki qoyun dərisinə bürünmüş, bu qoyun dərilərindən biri onun papağını, o birisi isə yapıncısını əvəz edən, danışığı sərt, anlaşılmaz səsləri boğazında quruldadaraq çıxaran, hara getsə qılınclarını, xəncərlərini və tapancalarını özü ilə aparan, bizim siyasətimiz, ədəbiyyatımız, mədəniyyətimiz barədə heç bir məlumatı olmayan bir vəhşidən bəhs etmək deməkdir. Hamının Xasay xan Usmiyev deyə çağırdığı bu knyaz qətiyyən belələrindən deyildi. Xarici görkəmi haqda artıq danışmışam. O olduqca yaraşıqlı, 30-35 yaşında bir kişidir. Oynaq, ağıllı, ifadəli gözləri vardır. Həmin bu gözlərin dərinliyində gizli bir həyəcan və narahatlığın şüası parıldayır. Dişləri ağappaqdır. Adətən Azərbaycanlıların və farsların saqqallarını boyadıqları tünd qırmızıya çalan xına rəngi onun da saqqalında vardır. Başında qara qıvrım tüklü, quzu dərisindən çox incə və qəşəng tikilmiş, ucu gürcü papağı kimi şiş papaq, əynində bütün bəzəyi yalnız qızılı tordan ibarət olan qara çərkəzi çuxa, sinəsində içinə gümüşü patronlar qoyulmuş qızılı baftalı vəznə, belində qızılı rəngli güləbətin kəmər vardır. Şərq dünyanın elə bir yeridir ki, qızılı torun ən yaxşısını elə burada toxuyurlar və belə bir kəmərdən dəstəyi fil sümüyündən olan əla xəncər asırlar. Xəncərin qınının və Dəməşq poladından olan tiyəsinin üstündə qızılı naxışlar olur. Knyaz fars mahudundan tikilmiş şalvarını dizinin aşağısında, baldırında kip sıxmışdı. Quncun qurtaracağında isə dar və incə xrom çəkmələr onun cəngavər ayaqlarını sıxıb gizlətmişdi. İlk baxışdan adama elə gəlirdi ki, bu ayaqlar ömründə heç vaxt yerə dəyməyib. Elə bil ki, bu uşaq ayaqlarıdır. Bütün bunlar onun geyiminə, bu formaya xüsusi yaraşıq verirdi. Knyaz Usmiyev də bütün şərqli kişilər kimi yaman silah həvəskarıdır. Təkcə ilk baxışdan diqqəti cəlb edən gözəl dəstəkli, qaralmış tiyəsi və qını olan yerli silahları deyil, həmçinin sadə, möhkəm, hədəfi düz nişan alan Avropa silahlarını da xoşlayır. Söhbət əsnasında məlum oldu ki, təsadüfən onların şirkətinə gəlib çıxan devim silahlarını da çox bəyənir. Və hətta sözarası soruşdu ki, Bakıya, yəni ona bizim silah ustalarının hazırladıqları tapancalardan birini göndərə bilərəmmi? Parisdən səfərə hazırlaşdığım ərəfədə devim məni görməyə gəlmişdi. Mən bunu artıq demişəm. Mənə bir yivli tüfəng və bir tapanca gətirmişdi. Təbii ki, bunların hamısı onun öz məhsulu idi. Mən həmin tüfəngi Bagrationa vermişdim və düşündüm ki, artıq tapancanı da bağışlamağın vaxtı çatmışdır. Mən onu axtarıb tapdım və knyazə təqdim etdim. Bir saat sonra ondan kiçik məktub aldım. Fransızca mükəmməl tərtib olunmuş bu kiçik məktubda aşağıdakı sözlər yazılmışdı. Monsieur, sizin çox gözəl silahlarınız vardır. Odur ki, bu kolleksiyanıza nəsə əlavə etməyə cəsarətim çatmadı. Ancaq xanımım bir pul kisəsini və 2 arxalığı qəbul etmənizi xahiş edir. Pul kisəsinin naxışlarını xanım öz əlləri ilə işləmişdir. İmza Knyaz Xasay Usmiyev. Mən bu gözəl hədiyyəni qapıdan çıxa-çıxda Madam Freyganqın yanına getdiyim zaman aldım. Knyaz Tumenin yay istirahət sarayında mənə verdiyi ziyafətlərdən qabaq, Həştərxandan onun yay sarayına yola düşərkən gəminin göyərtəsində Petriyenkova və Davidova familiyalı 2 gözəl füsunkar xanımla və Vrubel familiyalı bir madmazellə tanış olmuşdum. Dəniz donanması zabitinin arvadı Madam Petriyenkova 2 il İranda, Astarabadda yaşamış, 5-6 ay isə hazırda Rus şəhəri olan Bakıda yaşamışdır. Lakin Astarabad kimi Bakı da İran görünüşünü eyni ilə qoruyub saxlamışdır. O haqqında çox söz açdığım Madam Freyganqla Bakıda tanış olmuşdu və mən də Madam Pigulevskayanın yanında Madam Freyganqı görəndə onunla köhnə tanış kimi görüşdüm. O fransızca çox yaxşı danışırdı. Həmin bu ziyafətdə razılaşdıq ki, səhəri gün Monsieur Freyganq gəlib öz faytonu ilə məni götürsün və birlikdə bazara gedək. Şərtimizə uyğun olaraq Madam Freyganq bizi orada gözləyəcəkdi. Bakı əhalisi əsasən Azərbaycanlılardan, farslardan və ermənilərdən ibarətdir. Gərək elə buradaca bizə icazə verəsiniz ki, bu 3 tipi bir neçə kəlmə ilə xarakterizə edək. Təsəvvür edin ki, bunların hərəsi bir xalqdır.
Yəni bunların hər biri ayrıca bir xalqı təmsil edir. Qısası, bir şəxs xalqın bütün fərdlərini ifadə edir. Gəlin əvvəlcə elə farslardan başlayaq. Ancaq oxucular bizi düz başa düşsünlər. Söhbət İranda yaşayan farslardan getmir. Biz onlardan hamının görə biləcəyi yalnız bir gözəl nümunəsini tanıyırıq. Yəni mən Tiflisdəki İran səfirini demək istəyirəm. Biz rusların zəbt etdikləri əyalətlərdə yaşayan farslardan danışacağıq. Fars qarabuğdayı, ucaboy, qıvrım saçlı, hündür papağının altında daha da uzun görünən sivri sifətli, çənəsində zilqara rənglənmiş saqqalı olan təbiət özü heç vaxt belə rəng yaratmaz. Yerişi canlı olmaqdan daha çox sərbəstdir. O bəzən cəld yerişlə gedir, vacib, zəruri olduqda bəzən qaçır. Mən bu xüsusiyyəti türklərdə heç vaxt görməmişəm. Bir əsrdən çoxdur ki, Qafqazda yaşayan İranlı öz ölkəsini növbə ilə türkmənlərin, Azərbaycanlıların və rusların işğalı altında görməyə artıq adət etmiş, nəticədə taleyini Məhəmməd dininin alın yazısı ideyasına bağlamış və özünə quldarlığa sadiq qurban və təhqir olunmuş insan kimi baxmışdır. Tarixi əsərlərin olmaması onun yaddaşından qədim xatirələrin əbədilik silinib yox olmasına səbəb olmuşdur. Yeni xatirələr isə utandırıcıdır. Müqavimət göstərmək indi mənasız və qeyri-mümkün görünür və onun hər bir müqaviməti öz cəzasını almışdır. O şəhərlərinin talan olunmasını, var dövlətinin dağılmasını, həmvətənlərinin qanına qəltan olmasını öz gözləri ilə görmüşdür. İndi yalnız həyatını qorumalı, var dövlətini müdafiə etməli, bütün vasitələrə əl atmalı, bunun üçün heç nədən çəkinməməlidir. Buradan belə nəticə hasil olur ki, Həştərxandan Bakıya gələn yolda rastlaşdığınız İran şəhərlərinin ən birincisi və əsası olan Dərbənd şəhərində deyildiyi kimi, yəni bu şəhərə şimal qapısından girib, cənub qapısından çıxarkən sizə deyilən ilk söz bu olur. Farsa inanmayın, onun sözünə içdiyi anda da inanmayın. Verdiyi sözü həmişə öz mənafeyi xatirinə dəyişə bilər. İçdiyi anda baxmayaraq, həmişə xəyanət etməyə hazırdır. Əgər niyyətində tutduğu yol onun siyasi yaxud ticari vəziyyətinin yaxşılaşmasına aparıb çıxararsa, onda onun andı dəmir kimi möhkəmdir. Yox, əgər qarşısına bir xəndək çıxıbsa, onun üstündən hoppanıb keçmək lazımdırsa, onun andı saman çöpü kimi kövrək olacaqdır. Güclü qarşısında o müti qul, zəif qarşısında isə qəddar və amansızdır. Bütün işlərdə farsla ehtiyatlı olun, ehtiyatı əldən qoymayın. Onun sənədə atdığı imza sizə zəmanət yox, hər hansı bir işin icra ehtimalından xəbər verə bilər. Erməni boyda elə təxminən fars kimidir. Ancaq o tez piylənir. Fars isə heç vaxt kökəlmir. Onun da fars kimi ilk baxışda insanı valeh edən düzgün cizgiləri vardır. Gözləri gözəl, ancaq özünə məxsus baxışı eyni zamanda ildırım kimi hara gəldi saçılan həm də ciddi, kədərli və mütidir. Bəlkə də onun gözlərinin biri o birinə tabedir. O, öz patriarxlarının, ilk qəbilə başçılarının adət-ənənələrini qoruyub saxlamışdır. Onun üçün İbrahim Peyğəmbər dünən ölmüşdür. Yaqub isə hələ də sağdır. Həmişə yaşayır. Ata evin mütləq sahibidir. Ondan sonra isə evin ağası ailədə birinci doğulandır. Qardaşları onun xidmətçiləri, bacıları isə qulluqçularıdır. Ailədə ilk doğulan övlad, qardaşlar və bacılar hamısı atanın sərt və müzakirəsiz qərarlarına daim itaətdədirlər. Nadir hallarda onlar bir süfrə arxasında yemək yeyir, ata ilə üz-üzə otururlar. Bunun üçün onlara təkcə atanın dəvəti kifayət etməz, üstəlik amiranə səslə çağırması gərəkdir. Əgər evə bir qonaq dəvət olunubsa, yaxud ləyaqətli müsafir gəlmişsə, bunun erməni üçün fərqi yoxdur, evdə bayramdır. Onlar daha iri, kök dananı kəsməzlər. Dana Ermənistanda nadir heyvandır. Qoyun kəsirlər, qazanda su qızdırırlar və bütün dostları yeməyə dəvət edirlər. Yalnız bir balaca xəyal gücünü işə salsanız, adama elə gələr ki, elə bu saat Yaqubla Rahilə də gəlib süfrədə oturacaq və öz nişan günlərini təntənəli surətdə qeyd edəcəklər. Ermənilərin məişətinin görünən zahiri tərəfi bax belədir. Ciddi qənaətçilik, əmrə qaydaya meyillik ruhu, ticarət işlərində böyük ağıl onların əsas xüsusiyyətidir. İndi isə kölgədə qalan başqa bir sifətə baxaq. Bu ikinci sifət onlarla yalnız uzun zaman ünsiyyətdə olarkən üzə çıxıb görünür. Dərindən öyrəndikdə görürsən ki, bu cəhət erməni millətini Yahudi millətinə yaxınlaşdırır. Ermənilər Yahudilər kimi bütün dünyaya yox, yalnız bütün Asiyaya yayılmışlar. Onlar bu yerlərdə hər cür hökmranlığı, zalımlığı, müxtəlif dinləri, təriqətləri, vəhşilikləri görmüş və yaşamışlar. Buralarda hökm sürən qaydalar da onlar üçün qanun olmuşdur.
Buradan belə bir nəticəyə gəlmək olar ki, ermənilər var dövlətlərinin əllərindən alındığını gördükdə hər şeylərini gizlətmişlər. Biləndə ki, doğru söz başa bəladır və ehtiyatsız deyilmiş söz onların axırına çıxa bilər, onlar lal dinməz və yalançı olmuşlar. Vaxtilə onlara arxa olan birisi bugün bədbəxtliyə düçar olsa, ermənilər ona kömək əli uzatmazlar. Onlar naşükür və nankordurlar. Nəhayət, ticarətdən savayı heç nə ilə məşğul ola bilmədiklərindən, zahiri hörmətə, şöhrətə çatmağa layiq olmadıklarından, bütün biclikləri, hiləgərlikləri ilə, mövcud vəziyyətin bütün xırdalıqları ilə hesablaşaraq özlərini ticarətə həsr etmişlər. Lakin ticarətdə erməninin sözü demək olar ki, doğrudur. Ticarət işlərində onun atdığı imza müqəddəsdir, dəyişilməzdir. Azərbaycanlıya gəldikdə isə biz bu tip haqda artıq danışmışıq. Digər Qafqaz xalqları ilə qaynayıb qarışmaq onun ilkin primitiv formasını, qabalığını gözəlləşdirmişdir. O həmişə qalib olmuşdur, indi də cəngavər olaraq qalır. Tərəkəmə həyat tərzi sürmüşdür, indi də səyahət etmək, irəli hərəkət etmək, yer dəyişmək həvəsini yaşadır. O ilxılarda ilxıçı olmağı, çobanlıq etməyi, heyvan bəsləməyi böyük məmnuniyyətlə qəbul edir, dağları, böyük uçsuz-bucaqsız yolu, səhraları, qısası azadlığı sevir. Elə ki, bahar başladı, Azərbaycanlı kənd kəsəyi tərk edər, oraya bir də yalnız payızda qayıdar. Qadınlar kişilərin otardığı qoyunların yununu əyirib xalça toxuyarlar. Onların toxuduqları quba, şamaxı, nuxa xalçaları sadə naxışlarına, əlvan rənglərinə, möhkəmliyinə və davamlılığına görə İran xalçalarından heç də geri qalmır və onlardan fərqli olaraq yarı qiymətə satılır. Bundan əlavə, onlar incə tiyəli xəncərlər istehsal edir, qınını gözəl naxışlarla bəzəyirlər. Dağlı əyanlar onların düzəltdiyi və qundağını fil sümüyü ilə işlədikləri tüfənglərin hərəsinə 4 at və 2 arvad verir. Azərbaycanlı ilə alver edəndə hansısa bir kağıza imza atmağa ehtiyac yoxdur, onun bir sözü kifayətdir. Biz əvvəllər Dərbənddə bu xalqların üçü ilə də ünsiyyətdə olmuşuq. Bunların hər birini yaxşıca öyrənmək, tanımaq üçün imkanımız olubdur. Mən Gürcü xalqından heç bəhs etmədim. Onlara Gürcüstandan kənarda rast gəlməzsən. Bununla belə Gürcülər haqqında da bir-iki kəlmə demək lazımdır. Onlar çox gözəl, ləyaqətli, sadiq, igid, döyüşkən və bədxərcdirlər. Bakıda ticarətin əsasını ipək, xalça, şəkər, zəfəran, İran parçaları və neft alveri tutur. Neft haqqında biz artıq danışmışıq. Burada ipək alveri əhəmiyyətlidir, ancaq yenə də Bakı ipəyi Nuxa ipəyi ilə müqayisə edilə bilməz. Bakıda ildə 5-600 funtluq ipək istehsal olunur ki, bu da keyfiyyətindən asılı olaraq girvənkəsinin qiyməti 10 frankla 20 frank arasında dəyişir. Bir Rus funtu 12 unsiyadır. Bundan sonra zəfəran gəlir. İl ərzində 16-18 min funt zəfəran istehsal olunur ki, bu da girvənkəsi 8, 12, hətta 14 franka da satılır. Onu küncüt yağı ilə qarışdırır, hamar, yastı kökələr hazırlayırlar. Səfərə çıxanda bunları götürmək faydalıdır. Bakıda 2 növ qənd satırlar. Biri Avropadan gətirilən keyfiyyətli qənddir, digəri isə Mazandaranda istehsal olunur. Bizim qənd kimi balaca kəllə qənd şəklində olur. Bütün bu mallar arasında mənim ən çox maraqlandığım xalçalar, İran parçaları və silahlar idi. Ancaq Madame Freygang həqiqətən də Həvvanın qızı olduğunu sübut elədi, məni öz zərgərinin yanına apardı. Bu bacarıqlı zərgər Yusif adlı bir İranlı idi. Xoşbəxtliyə bax ki, mən səyahətimə Stettentdən və Sankt-Peterburqdan başlamışam. Potidən və Tiflisdən başlamamışam. Belə olsaydı, mən Dərbənddən o yana da gedə bilməzdim. Bəs necə qayıdacaqdım? Sənətkar təxəyyülünün məhsulu olan bu qiymətli daşqaşlar, parçalar, xallılar, şərqin bu silahları əsl möcüzə idi. Nəfsimi saxlaya bilmədim. Bir mərcan təsbih və Azərbaycanlıların dəmir pullarından hazırlanmış bir boyunbağı aldım. Özümü qızıl üzüyün tilsimindən qurtardım və Madame Freygangın ardınca gəlib gəlmədiyinə məhəl qoymadan tez dükandan çıxdım. Qəribədir, bu almaz, mirvari, daşqaş sahibləri, başına şiş papaq qoyan bu Benvenita Cellinellilər öz daxmalarına sınıq salxaq pilləkənlərlə qalxır. Küçədə vıyıldayan küləyin pəncərələrinin qırıq şüşələrindən keçdiyi emalatxanalarında alətlərini körükləyirdilər. Madame Freygang gəlib mənə çatdı. O elə bilmişdi ki, məni böcək dişləyib. Bazara gedək, bazara, ona dedim. Yoxsa sənin bu zərgərindən heç vaxt qaçıb yaxamızı qurtara bilməyəcəyik. Həqiqətən, Yusif bizə elə kasalar, elə badələr göstərmişdi ki, onları yalnız 1001 gecədə görmək olar. Pərilərin kəmərləri, sultan xanımlarının baş geyimləri. Bütün bunlar sadə alətlərin, çəkicin, bizin, qayçının köməyi ilə son dərəcə ustalıqla düzəldilmişdi.
Şübhəsiz ki, bu zərif məhsullar Limonyenin və Janisenin mağazalarındakılarla müqayisə edilməz, ancaq onların da öz təkrarsızlığı vardır. Bu çirkin pasın o tərəf bu tərəfə qaçan mətbəx böcəklərinin, biri-birini gəmirən siçovulların, orada-burada eşələnən uşaqların arasında mis qazanlar buğlanır və siz özünüzü Şardeninin zəmanəsində hiss edirsiniz. Şərqdə belədir. Yeməklərin xoş qoxusu, qiymətli daş, qaş, silahlar, palçıq və toz. Biz bazara doğru gedirdik. Burada adam nəfsinə hakim ola bilmir. İran ipəyi, Türkiyə məxməri, Qarabağ xalçaları, Lənkəran balışları, Gürcü işləmələri, Ləzgi yapıncıları, Tiflis güləbətinləri, nə bilim daha nələr. Bütün bunlar sizi ofsunlayır. Nəsə almaq istəyirsiniz. Hər şey adamı yoldan eləyir, heyran qoyur. Ah, mənim əziz Parisli dostlarım. Allahın sizə bəxş etdiyi gözlərinizin nuru ilə şərqin bir parçasını görsəydiniz, tablolarınızı yarı qiymətə satdığınıza sevinərdiniz. Əgər varlı olsaydım, emalatxanalarınızın divarını bu ləl cəvahiratla elə bəzəyərdim, ayaqlarınızın altına o qədər gözəl xallar döşəyərdim ki. Nahara qədər Madam Pigulevskayanın evinə çatdım. Səhərdən amansız bərk külək əsirdi. Dəniz təlatümə gəlmişdi. İndi isə külək səngimiş, dəniz sakitləşmişdi. Buna görə də cənab Freygang yalnız Bakıda seyr edilən, misli bərabəri olmayan əfsanəvi bir mənzərəni bizə göstərmək ümidi ilə əldən ayaqdan gedirdi. Bu dənizdəki məşəllər idi. Bundan başqa biz Fatimə məscidinə də getməli idik. Saat 5-də xəbər verdilər ki, gəmi bizi gözləyir. Biz tələsirdik, çünki bu iki möcüzədən birini gündüz və o birini isə gecə vaxtı görmək lazım idi. Gündüz suyun altında qalmış karvansaranın xarabalıqlarına və sakit havada dənizdən 1 fut hündürlüyə qədər baş qaldıran qüllələrə baxmalıyıq. Bu qüllələri bir-birinə bu günəcən salamat qalan divar birləşdirir. Bu dağılmış karvansara 12-15 fut suyun altındadır və hələ də tədqiq olunmalı bir abidə kimi qalır. Alimlər iddia edirlər ki, Xəzər dənizinin səviyyəsi ildən ilə azalır. Belə ki, 1821-ci ildə dənizin suyu 18-20 fut aşağı inmişdir. Bu il isə həmin göstərici 12-15 futdur. Ehtimal etmək olar ki, karvansara dənizin dibində tikilmişdir. Ancaq bugün dalğaları bir verslik məsafədə uzanıb gedən qala divarına, çırpılan dənizə baxanda əmin olursan ki, nə vaxtsa Xəzər Bakı şəhərindən xeyli aralı olmuşdur. Bəlkə dənizin səviyyəsi küləyin gətirdiyi qumların Terik, Ural və Kür çayından diyirlənə gələn sal qayaların hesabına qalxmışdır. Əgər belədirsə, onda Xəzəri İran körfəzi və Qara dənizlə birləşdirən yeraltı dəhlizin olması fikri də şübhə doğurur. Şəxsən mənim üçün bunun fərqi yoxdur, ancaq yazıq alimlər onların bu məsələdə bacarıqsız olduqlarını etiraf etməkdən başqa çarələri yoxdur. Neftə batırılmış kətan parçasından düzəldilmiş fişəng ağırlaşsın deyə ona qurğuşun bağlayıb yandırdıq və qüllələrdən birinin dibinə atdıq. Balıqlar rahat sığınacaqlarında qorxuya düşüb, o tərəf bu tərəfə çırpınaraq, burunlarını divarlara çırpır, çıxmağa yer axtarırdılar. Bu Yunan məşəlini Azərbaycanlılar hazırlamışdılar. Mən Juanvillin belə məsələlər haqqında danışdığı hekayəti xatırladım. Türklər Nil sularında bu məşəlləri yandıraraq səlib yürüşçülərinin canına vəlvələ salırdılar. Qeyd edək ki, matroslarımız buradan keçib gedərkən qarmaqlarla qala divarlarından heç olmasa bir parça qoparmağa can atsalar da bir şey çıxmadı. Biz kapitan Freygangın 2 dorlu qayığını gəminin sağ göyərtəsindən suya salıb açıq dənizə çıxdıq. Qayıq Abuda istehsal olunmuşdu. Bizimkilərin istehsal etdiyi qayıqlarla Finlandiya məhsulunun qiymətindəki fərq bundan ibarətdir ki, bunlar 2 qat mis çüylərlə başdan ayağa kimi suvanıb, özlərini də dənizə salarkən yelkənin ikisindən də istifadə olunur. Qiyməti isə 3000 rubuldur, yəni 1200 frank. 10 dəqiqə sonra biz Bayıl burnunu keçdik və Şıx burnunun yaxınlığında sahilə yanaldıq. Keçib gedərkən kapitan diqqətimizi qayığın ardınca suyun qaynamasına yönəltdi. Güzgü kimi hamar, sakit dənizdə bu yerin altında qaynayan cəhənnəm oduna bənzəyirdi. Ayağımızı torpağa qoyanda məsciddən 100 addımlıq məsafədəydik. Biz onu müəzzinin möminləri ibadətə səslədiyi minarəsindən tanıdıq. Axşam saat 6 olmasına, qaranlıq düşməsinə baxmayaraq, məscidin qapılarını üzümüzə açdılar. Bir neçə abazin qədim neft çıraqlarını yandırdılar ki, 2 molla isə qabağımızca getsin. Qapının ağzında çəkmələrimizi çıxartmaq istədik. Ancaq Dərbənddə olduğu kimi burada da icazə vermədilər. Yalnız xalçaların ucundan tutub qatlamaqla kifayətləndilər ki, biz kafirlərin ayağı müqəddəs xalçalara toxunmasın.
Bizi Fatimilərə, başqa cür demiş olsaq Fatmailərə öz adını vermiş, Yezidin təqibindən qaçıb Bakı yaxınlığında dünyasını dəyişmiş Fatmanın qəbrinə apardılar. Bu hadisə ilə bağlı hər il ən maraqlı bir mərasim keçirilir və hekayətimizin növbəti səhifələrində mütləq bu barədə danışacağıq. Bu məscid sonsuz, uşağı olmayan qadınların pənah yeridir. Onlar bura piyada gəlir, bir ildən sonra uşağa qalırlar, bizdə buna noven deyirlər. Bir gün bundan əvvəl bizimlə birlikdə nahar edən Xasay xan Üsmiyevin arvadı da vaxtı ilə bir niyyət edərək bu müqəddəs məscidə ziyarətə gəlmiş və elə həmin il onun bir oğlu olmuşdu. Knyaz Allahın ona oğlan uşağı bəxş etdiyinə görə öz vəsaiti ilə Bakıdan məscidə qədər yol çəkdirmişdi. Bu qədər qüdrətə və şan şöhrətə baxmayaraq Fatimə məscidi o qədər də zəngin görünmürdü. Görünür, Bakı və ətraf kəndlərdə yaşayan Azərbaycanlı qadınlar ona çox nadir hallarda möhtac olurlar. Yenidən bizi gözləyən qayığa mindik və Bayıl burununa tərəf yola düşdük. Gecə sakit və qaranlıq idi. Havanın durğun olmağına baxmayaraq bütün sahil boyu xırda ləpələr oynayırdı və bu birazdan küləyin qalxacağını və bizi yolda haqlayacağını xəbər verirdi. Bu isə ətrafdakı mənzərənin xüsusi gözəlliyini daha da artırırdı. Ancaq biz tələsməli idik, çünki fırtına gözləndiyindən qabaq başlasaydı, yəqin ki bizi bütün bu tamaşadan məhrum edəcəkdi. Biz suyun qaynayıb burulduğu yeri tapmaq istəyirdik. Neftin iyinə görə oranı tapmaq asan idi. Çox çəkmədi ki, matroslardan biri Monsieur Freyqanga dedi. Monsieur kapitan, baxın, biz həmin yerdəyik. Hə, elədirsə, Freyqang bizə elə indicə gözlənilməz bir hədiyyə verəcəkmiş kimi dilləndi. Məharətinizi göstərin. Matros 2 ovuc kətan cırığı götürdü. Yoldaşının gətirdiyi fənərlə əlindəkiləri yandırdı və onları sağ və sol göyərtədən dənizə tulladı. Elə həmin andaca böyük bir ərazidə dənizin səthi alovla büründü. Əgər nabələd adamın yolu bura düşsə, papirosunu kağızla yandırıb yanan kağızı da suya atsa, dənizin zəbanə çəkib yandığını görəndə dəhşətdən yerindəcə donardı. Mindiyimiz qayıq Harunun cəhənnəmdəki çaydan keçən qayığına oxşayırdı. Dəniz isə əsl flegetona dönmüşdü. Biz sözün tam mənasında od alovun arası ilə üzürdük. Xoşbəxtlikdən qızılı rəngə çalan bu alov dilləri spirt yananda yaranan alova oxşayırdı və biz onun xoş təsir bağışlayan zəif isti haləsini çətinliklə hiss edirdik. Artıq əvvəlki narahatlığımız keçmişdi. Buna görə də gözümüzün önündə canlanan bu füsunkar mənzərəyə daha diqqətlə baxa bildik. Dənizin yanan hissəsi odlu adaları xatırladırdı. Bu yanan adaların bəziləri 12 nəfərlik dəyirmi masaya, bəziləri isə böyüklüyünə görə Tuileries sarayının çarxovuzuna oxşayırdı. Biz bərsəqlərlə irəliləyirdik və hərdən bir avarçılarımız kapitanın göstərişi ilə bizi bu yanan alovlu adalardan keçirirdilər. Şübhəsiz ki, bu xəyal edə biləcəyimiz ən maraqlı və ən möcüzəli bir mənzərə idi. Məncə dünyanın heç yerində buna oxşar bir şey görmək mümkün deyil. Ləpələrin getdikcə daha şiddətlə çırpındığını və küləyin ilk nəfəsini hiss etməsəydik, bütün gecəni burada keçirərdik. Əvvəlcə kiçik, sonra orta, daha sonra isə böyük adalar söndü. Ancaq bircəciyi hələ də yanır, müqavimət göstərirdi. Gedək, kapitan dedi. Bakıya, şəhərə qayıtmaq vaxtıdır. Yoxsa dənizin üstündə baş verən müəmmalı hadisələrin səbəblərini suyun dibində araşdırmalı olacağıq. Biz oradan aralandıq. Güclənən şimal küləyi bizi Fatimə məscidindən uzaqlaşdırırdı. Ancaq bizim 8 avarçının qolları yanan adalarda alovu söndürən küləyə güc gəlirdi. Marlinski deyir, sıçra, kişnə, mənim köhlən atım. Sən tərkində özündən də vəhşi bir məxluqu daşıyırsan. O səni ram edir. Eyni sözləri külək haqqında da demək olar. O alovu ram etdi, hətta axırıncı adanı da söndürdü. Biz onun alovla uzun müddət mübarizə apardığını, nəhayət bu mavi səhrada odun yoxa çıxdığını, dalğaların zirvəsinə qalxıb yenidən peyda olduğunu, daha sonra isə göylərə qalxan ruh kimi dənizin köksündən qopub havada əridiyini gördük. Biz də öz növbəmizdə küləyi ram etdik. Doğrudan da Marlinskinin dediyi kimi, insan bütün canlıların ən yırtıcısıdır. Hətta mən deyərdim ki, bütün təbii qüvvələrin ən vəhşisidir. Limana yaxınlaşanda matroslardan biri məşəl yandırdı. Bu işarə nəticəsində kapitan Freyqangın 2 dorlu qayığı işıqlandı. Bu, Bakı limanında lövbər salan bütün gəmilər üçün bir işarə idi. Onlar da eyni qayda ilə işıqlandılar və biz məşəllərin arasından keçdik. Madam Pukulevskaya fars mürəbbələrindən ibarət qəlyanaltı hazırlanmış və bizi gözləyirdi.
Şübhəsiz ki, 2-ci Aleksandr istisna olmaqla hətta dünyanın ən varlı hökmdarları da öz ölkələrində bizə adi sənət xadimlərinə belə təntənəli qəbul təşkil edə bilməzdilər. Məsələ burasında idi ki, incəsənət bütün imperatorların şahı və şahların imperatorudur. 24-cü fəsil. Pələnglər, bəbirlər, çaqqallar, ilanlar, böyələr, əqrəblər, ağcaqanadlar, çəyirtkələr. Adının mənası küləklər məskəni olan Bakı şəhəri əbəs yerə Avropa şəhərləri sırasına qoşulmağa can atırdı. O torpağı, dənizi, tikililəri, istehsal etdiyi məhsulları, çaylarındakı balıqları, meşələrində nərə çəkib nərildəyən heyvanları, səhralarında düzənliklərindəki sürünənləri, qayalarının altında məskən salıb yaşayan həşəratları, atmosferindəki atomları ilə bir yerdə Asiya və xüsusilə də İran şəhəridir. Məsəl var deyərlər, hər yerin öz ağası var. Odur ki, biz də söhbətimizə pələngdən başlayaq. Pələng olan yerə şir gəlməz. Çox nadir hallarda bir ölkənin 2 hökmdarı olar. Görünür ki, qədimdə insanların Kirus adlandırdıqları Kür çayını pələng özünə sərhəd təyin edib. Mənbəyini Axalçik dağlarından götürən, Tiflisdən, Askabardan keçib Muğanş səhralarının şimalında Arazla birləşən və 3 qola ayrılıb Qızılağac körfəzində Xəzər dənizinə tökülən Kürün sol sahilində pələngə çox nadir hallarda rast gəlmək olar. Kürün 4-cü qolu Salyanda ayrılır və ayrıca gedib dənizə tökülür. Tez-tez Lənkəran və ona yaxın meşələrdə görünən pələng Arazı keçib Qarabağa gedir. Bəzən isə öz macəralarını Gürcüstana qədər davam etdirir. Ancaq yenə də deyirəm ki, o çox nadir hallarda Kür çayını keçir. Bununla belə pələngi Qafqazda da görən olub. Onlardan 2-3-ünü avariyada vurub öldürüblər. 5-6 il bundan qabaq Lənkəranda peyda olan bir pələng yoldan keçənləri soymaqla çox məşhurlaşıbmış. Adətən o, Lənkəranla Astara arasındakı yolda dayanarmış. Bu yol Gilan dağlarının ətəyində dəniz sahili boyunca uzanıb gedir. Günlərin birində bir kazak həmin yolla gedirmiş və birdən yolun üstündə bir heyvanın uzanıb yatdığını görür. O əvvəlcə bunun hansı heyvan olduğunu bilmir və yaxına gəlir. Heyvan başını qaldırıb nərildəyir və dişlərini qıcırdanda artıq kazakın bütün şübhələri dağılır. Bu pələng idi. Kazakın əlində çörək varmış. O çörəyi pələngə atır. Pələng də pəncəsini uzadıb çörəyi özünə tərəf çəkir və yeyir. Beləcə kazak yolu keçir. Astaraya çatanda yoldaşlarını xəbərdar edib tapşırır ki, işdir birdən Lənkəran yolunu keçsələr və təsadüfən bu yolun ağasına rast gəlsələr, əllərində mütləq ona atmaq üçün bir şey götürsünlər. Səhəri gün pələng yenə həmin yolda bir erməni tacirinin qabağını kəsir. Lakin pələng əvvəlcə onun özünün yox, itinin üstünə atıldığından tacir qaçıb canını qurtara bilir. Həmin vaxtdan etibarən nə Lənkərana, nə də Astaraya gedən yolçular əllərinə bir şey götürməmiş yola çıxmazlarmış. Bu, eyni ilə cəhənnəmə düşəndə yoldakı gözətçiyə bir şey atan eneyin əhvalatına bənzəyir. Əvvəlcə hamı özü ilə çörək götürür. Ancaq çox keçmir ki, pələng artıq çörəklə kifayətlənmir. O donquldanmaqla, nə bilim mırıldanmaqla yoldan keçənlərə açıq-aydın narazılığını bildirir və çörəyin yanında nəsə bir şey də istədiyini başa salır. Bu nəsə bir şey ət idi. O vaxtdan yolçular bu insaflı şahzadəyə çolpa, hind toyuğu, bir parça çiğ ət atarmışlar. Pələng də bu məcburi vergini alandan sonra onları salamat buraxarmış. Nəhayət bu əhvalatın sorağı axırı gedib hökumətin qulağına çatır. Hansı hökumət olursa olsun, əlində ədliyyə nazirinin möhürlü sənədi, vəsiqəsi olmayan vergi yığana icazə verməz ki, böyük bir yolu kəsib gələn-gedəndən xərac alsın. Quldur pələng də Qafqaz canişinindən belə bir sənəd almamışdı. Hökumət tərəfindən göndərilən ovçular pələngi mühasirəyə alırlar. O əvvəlcə bu mühasirənin nə demək olduğunu, ondan nə istədiklərini başa düşmür. Ancaq elə ki, böyrünə güllə dəyir, gələnlərin onun sərbəst məşğuliyyətinə mane olduqlarını anlayır. Sıçrayıb ovçulardan ikisini öldürür. Üçüncüsü isə yaralı halda birtəhər qaçıb canını qurtarır. Nə Qazı Mollaya, nə Şamilə güzəştə getməyən Rus hökuməti bir pələngin qarşısında aciz qala bilməzdi. Hökumət adamları ikinci dəfə pələngi mühasirəyə alırlar. Bu dəfə həvəskar ovçular deyil, bütöv bir silahlı dəstə işə girişir. Pələng 9 güllə yarası alandan sonra ağaca çıxıb ona 9-cu gülləni sıxan kazakın üstünə 15 fut hündürə tullanır ki, onu tutsun. Kazak pələngin başının üstündəki budaqdan yapışıb daha yuxarı qalxmaq istəyir, lakin bacarmır və pələng caynaqlarını onun qarnına keçirib bağırsaqlarını yerə tökür. Pələng ölür, ancaq bu, İmperator Nikolayın 5 əskərinin həyatı bahasına başa gəlir.
Həmin əhvalatdan təxminən 4 il sonra əvvəlcə 12-15 ovçunun, sonra isə bütöv bir alayın çətinliklə öhdəsindən gəldiyi işi tək bir qadın özü də bircə zərbəyə görmüşdü. Bu əhvalat Cemçamiran kəndində meşənin lap ortasında baş vermişdi. Rus nə qədər kasıb olsa da 2 şeysiz keçinə bilməz. Gündə 2 dəfə çay içməli, həftədə bir dəfə hamama getməlidir. Bir ər-arvad kənddən aralıdakı evlərində ümumi hamam işlədirlərmiş. Bu ev meşənin ortasında tamamilə gözdən kənar bir yerdə idi. Bir şənbə günü cəmaatın hamama gələcəyi gün arvadla kişi hamamxananı qızdırmaq üçün həyətdə odun yandırırlar. Bu vaxt onlar öz gücünə güvənən bir pələngin asta-asta heç nəyi, heç kimi vecinə almadan arxayınlıqla hamama girdiyini görürlər. O gedib yuxarı taxçada ən isti yerdə uzanır. Hələ hamamı yaxşı qızdırmayan hamamçı elə bil pişik qovurmuş kimi qaçaraq içəri girir ki, pələngi çıxarsın. Pələng isə dediyimiz yerdə uzanıb istidən keyflə xumarlanırmış. Hamamçı vedrəni qaynar su ilə doldurub pələngin başına çırpır. Pələnglər istini sevirlər, ancaq qaynar suyu xoşlamırlar. Bu pələng də qəzəblə hamamçının üstünə atılır. Ancaq xoşbəxtlikdən arvad da əlində odun baltası ərinin dalınca hamama girir və pələngin kişinin üstünə atıldığını görəndə var gücü ilə baltanı onun başına çırpır. Zərbə heyvanın düz alnının ortasına dəyir və başını qarpız kimi ortadan ikiyə bölür. Pələng aldığı yaradan arxası üstə yıxılır və yerindəcə ölür. Kişi ilə arvad isə səndələyib yıxıldıqlarından heç nə olmur. Həmin vaxtlar Qafqaz canişini olan Qraf Vorontsov pələngi öldürən arvadı Tiflisə gətirdir. Əvvəlcə Qrafinya qadını qəbul edir. Qrafinya güya qəzəbliymiş kimi onun üstünə qışqıraraq deyir: "Ay bədbəxt, sən nə cürətlə imperatorun pələngini öldürübsən?" Qrafinyanın sözlərindən özünü itirən arvad həyəcanla deyir: "And içirəm ki, mən onun çarın pələngi olduğunu bilməmişəm." Qrafinya Vorontsova şaqqanaq çəkib gülür. Bundan sonra arvad özünə gəlir. Bu vaxt qraf özü də içəri girir və arvadı sakitləşdirir. İş bununla qurtarmır. Qraf ona 1000 rubl mükafat, üstəlik əskərlərin döşlərində gəzdirdikləri şərəf nişanı verir. Bizə bu əhvalatı həmin xeyirxah qadın özü danışdı. Bu hadisədən sonra o, cəmaatın diqqətindən, ətrafındakı çaşqın baxışlardan özünə gələ bilmirdi. Dediyinə görə əri pələngin başına qaynar su ilə dolu vedrəni tökəndə, özü də balta ilə pələngin kəlləsini ikiyə böləndə bu qədər həyəcanlanmamışdı. Pələnglər bu əhvalatı xəbərdarlıq kimi qəbul etmiş və bundan sonra bir daha Rus hamamlarına girməmişdilər. Şanaka kəndində başqa bir pələng isə özünü lap qəribə aparmışdı. Bir qadın yaşadığı evin 100 addımlığındakı quyunun başında paltar yuyurmuş. 14-15 aylıq uşağı da yanındaymış. Qadının sabunu qurtarır və o sabun gətirmək üçün evə gedir. Uşağı isə özü ilə götürmür. Elə quyunun yanına çəmənliyə qoyur ki, oynasın. Evdə sabun axtararkən uşağından nigaran qaldığından pəncərədən baxır ki, görsün uşaq neyləyir. Ancaq bir pələngin meşədən çıxıb yolu keçərək düz uşağın yanına getdiyini, iri pəncəsini uşağın sinəsinə qoyduğunu görəndə dəhşətə gəlir. Qadın yerindəcə donub qalır. Qorxudan rəngi ruhu saralır. Ancaq uşaq pələngi böyük it zənn edib totuq əlləri ilə onun qulaqlarından yapışır və pələnglə oynamağa başlayır. Pələng də uşaqdan geri qalmır. Bu şən əhval ruhiyyədən xoşallanan pələng özü də uşaqla oynamağa başlayır. Bu qorxunc oyun 10 dəqiqə davam edir. Sonra pələng uşağı buraxıb yolu keçir və meşəyə qayıdır. Özünü itirmiş qadın uşağın üstünə atılır və onun sağ-salamat olduğunu, heç bir yerinin cızılmadığını görür. Qədim Romada şirlə Androklun məcarası məşhur olduğu kimi, indicə danışdığımız bu 3 əhvalat da Qafqazda dillər əzbəridir. Bəbirlər də pələnglər kimi Kür çayının sağ sahilində məskən salıblar və sayca çoxdurlar. Onlar qamışlıqlarda, talalarda, kiçik meşəliklərdə, kolluqlarda yaşayır və çaya su içməyə gələn qoyunlara, dağ keçilərinə və hətta öküzlərə də hücum edirlər. İnsanlar indi şahinləri əhəlləşdirdikləri kimi, əvvəllər bəbirləri də əhəlləşdirər, qırqovul əvəzinə ceyran ovuna çıxar, bəbirləri isə şahin kimi əllərinin üstündə yox, yəhərin qaşında özləri ilə aparırmışlar. Gürcüstanın cənubunda İran hakimiyyətinin ləğv olunması, ayrı-ayrı xanlıqların Rusiyaya birləşdirilməsindən sonra əsasən xanların əyləncəsi sayılan bu ov növü sıradan çıxmışdır. Tiflis gömrükxanasının rəhbəri Müsyo Çelayev hələ cavanlıqda Qarabağ xanlarından biri ilə belə bir ovda iştirak etdiyini bizə danışdı. Sonra o 2-3 dəfə bəbir ovunda olmuşdu. Belə ki, onun lap yaxınlığında ovçunun bəbirə necə güllə atıb yaraladığını, vəhşi heyvanın ovçunun üzərinə necə sıçradığını və ovçu macal tapıb ona ikinci gülləni atana qədər bəbirin onun başını bədəndən ayırdığını öz gözləri ilə görmüşdü.
Çaqqallara gəlincə isə, onlar dağlara yaxın kəndlərdə o qədərdirlər ki, onların ulaşmasına öyrəşməyən adamların yuxusunu qaçırırlar. Bu heyvan əslində ziyansız və qorxaqdır, lakin doğrusu qorxaq olmasına baxmayaraq, nədənsə səsi adamın tükünü ürpədir. Burada istər-istəməz Oliarinin danışdığı əhvalatı xatırlamalı olursan. Holşteynin hersoqu tərəfindən İran şahının yanına göndərilən ləyaqətli bir alman Dağıstan sahillərində gəmi qəzasına uğrayır. Onun herbari toplayan katibi meşədə azır və vəhşi heyvanlara yem olmaqdan qorxduğundan gecəni keçirmək məqsədi ilə ağaclardan birinin üstünə dırmaşır. Ertəsi gün yoldaşları onu axtarmağa başlayırlar və bir ağacın üstündə tapırlar. O qorxudan özünə gələ bilmirdi, dili tutulmuşdu. Anlaşılmaz cavablarından yanındakılar başa düşürlər ki, çaqqallardan qorxubmuş. Zavallı andaman edərək deyirmiş ki, çıxdığı ağacın altına 100-ə qədər çaqqal yığışıbmış və öz aralarında çox ciddi şəkildə şüurlu insan kimi Almanca şəxsi işlərindən danışırmışlar. İlanlara gəldikdə isə Bakı ətrafında onlara lap çox rast gəlinir. Ancaq elə ki, Muğan düzünə qədəm bastın, ya gərək sən birini ayaqlayasan, ya da gərək onlardan biri səni sanca. Bu isə heç də xoşa gələn hal deyil. Başqa cür oranı keçib getmək mümkün deyildir. Mənim gözəl xeyirxah dostlarımdan biri Tiflis konsulu Baron Fino kazaklardan ibarət müşayiət dəstəsi ilə düzlərdən birindən keçərkən yüzlərlə ilan görmüş. Onu müşayiət edən kazaklardan biri onlardan birini nizəsinin ucuna keçirmişdi. Bu, sarı-qırmızı rəngli olduqca gözəl ilan imiş. Adətən onlar qara və yaşıl olurlar. 1800-cü illərdə səhradan Kür çayı ilə ayrılan Salyanı mühasirəyə almış qraf Zubov qışı Muğanda keçirmək qərarına gəlir. Onun əskərləri çadır qurmaq üçün yer qazarkən torpağın üst qatlarında minlərlə keyləşmiş, soyuqdan donmuş ilana rast gəlirlər. Qədim mənbələr də bu faktı təsdiqləyir. Plutarxın dediklərinə diqqət yetirək. Bu axırıncı döyüşdən sonra Pompey Hirkan ölkəsini zəbt etmək və Xəzər dənizinə getmək məqsədi ilə irəliləyir. Ancaq 3 günlük səfər zamanı minlərlə zəhərli və öldürücü ilana rast gəldiyindən planını dəyişir, yarı yoldan qayıdır. Bu ilanların sancması ölümcül olsa da, zəhər qana işləmişsə həmin yerə bitki yağı töksən və ya yaranın üstünü yağlı bir şeylə silsən, təhlükə sovuşar. Yeri gəlmişkən, ilanlarla bağlı daha maraqlı fakt budur ki, yaz gələndə İrandan gələn dəstə-dəstə ilan arazı keçib Muğana gedirlər. Onları buraya gətirən nədir? Məhəbbət yoxsa nifrət? İlanların məhəbbəti daha çox nifrətə oxşayır. 1-2 ay ərzində ilanların fiti səhranı başına götürür. Sanki evmenidlərin səsini eşidirsən. Bir də görürsən ki, ayrı-ayrı yerlərdə sarı qızılı yaxud yaşıl zümrüdü rəngli ilanlar dağ kimi üst-üstə toplaşaraq quyruqları üstündə dikəlir, bəziləri qara, bəziləri isə alov rəngli 3 haça dilləri ilə bir-birini oxşayırlar. Belə vaxt Muğan səhralarına ayaq basmaq hər igidin hünəri deyil. Çünki bu ilanların çaldığı adamın sağalması qeyri-mümkündür. İndi mənim dediklərimin doğruluğuna şübhə edən oxucular üçün bir sir açmaq istəyirəm. Bəzi ailələrdə, xüsusilə Gürcüstan knyazları ilə qohumluğu olanlarda, Bakı, Quba, Qarabağ və s. xanlarının nəslindən olan ailələrdə Hind bezuar daşına bənzəyən möcüzəli şəfa verici daş vardır. Bu daşı dədə-babadan qalan qiymətli miras kimi mücürlərdə saxlayır və nəsildən nəsilə ötürürlər. Deyilənə görə, kimisə əqrəb, zəhərli cücü, gürzə, hər hansı bir zəhərli ilan sancarsa, bu daşı yaranın üstünə qoyduqda maqnit dəmiri özünə çəkən kimi o da zəhəri canına çəkir və bununla da hər şey sovuşub gedir. Fransa hersoginyası Grammanın qohumu Tiflisdə knyaginya Orbeliani ilə evlənən polkovnik Davıdovda da bu daşdan vardır. Bu daş qara toyuq yumurtası boyda olur. Deşikli göyümtül, dadsızdır. Qovrulmuş paxla kimi bəzi yerlərində qaramtıl ləkə vardır. Kimisə zəhərli heyvan dişləsə, dərhal həmin daşı yaranın üstünə qoyurlar. O zəhəri sorub canına çəkir və rəngini dəyişərək boz göyümtül bir rəng alır. Bundan sonra onu südə salırlar. Daş özündə olan zəhəri buraxır və əvvəlki rəngi bərpa olunur. Mən polkovnik Davıdova məsləhət gördüm ki, əgər yolu Parisə düşərsə, həmin daşı özü ilə gətirsin və alimlər onu tədqiq etsinlər. Mənə qalsa həmin daşın təbiiliyinə inanmıram və zənnimcə bu, keçmiş İran təbiblərinin hazırladığı patzəhərdir. Yəni zəhərin təsirini yox edən maddədir. Dediyimiz kimi, həmin daş təkcə ilan sancarkən kömək etmir. Həmçinin böyələrin və əqrəblərin də zəhərini təsirsiz hala salır. İndi isə bu iki qorxunc həşərat haqqında biraz müfəssəl danışaq. Böyə Bakı və onun ətrafında çox yayılmışdır. Onun xarici görünüşü çox qəribədir.
İlk baxışda adama elə gəlir ki, bu həşərat yaradılmışların ən məzlumudur. Baş barmaq böyüklüyündə olan bədəni çox qısa ayaqlarının üstündə dayanmışdır. Ancaq ayaqlarının sıx olmasına baxmayaraq o çox cəld qaçır. Boynu uzundur, ağzında kərpətin kimi dişləri var və böyə öz ovunu elə bu dişləri ilə amansızcasına tutur. Şübhəsiz, şər əməlləri onu bütün aləmdə bədnam etmişdir. Belə ki, bu mənim tanıdığım ən eybəcər həşəratdır. Şüşə qaba salınmış iki böyə dərhal bir-birinin üstünə atılır və onlardan biri o birisini öldürüb tikə-tikə etməyincə əl çəkmir. Əqrəblə böyəni də bağlı qaba salanda eyni hadisə baş verir. Əqrəb müqavimət göstərir, ancaq demək olar ki, həmişə axırda məğlub olur. Əqrəbi hamı yaxşı tanıyır. O Avropada necədirsə, Qafqazda da elədir. Ancaq burası var ki, qırmızı əqrəblər sarılardan, qara əqrəblər isə qırmızılardan daha təhlükəlidir. Bakıya gəlişimiz noyabr ayına təsadüf etmişdi. Ancaq havaların soyumasına baxmayaraq, şəhərin cənub divarlarının dibindəki daşların demək olar ki, hansını qaldırsan, bir yaxud iki əqrəb görmək olardı. Səyyahlar üçün əqrəb, böyə, hətta ilanlardan qorunmağın yeganə əlacı açıq havada yaxud çadırda qoyun dərisinin üstündə uzanıb yatmaqdır. Məsələ burasındadır ki, qoyun bu həşəratların ən qatı düşmənidir. Belə ki, qoyun əqrəbi və böyəni həvəslə məhv edir. Bu həşəratlardan qoyunun rastına nə qədəri çıxsa, bir o qədər iştaha ilə həzm rabedən keçirir. Yay vaxtı otlaqlarda bu həşəratlar qoyunlardan qaçırlar. Bunlar elə çoxdurlar ki, qaçarkən otları da xışıdadırlar. Haqqında danışacağımız başqa bir həşərat yalnız təhlükəli deyil, o həm də zəhlə tökəndir və ilanlardan, böyələrdən və əqrəblərdən betər adamı cana gətirən bu dözülməz həşərat ağcaqanaddır. Düz 5 ay, may ayından sentyabrın axırına kimi Kazandan ta Astarabada qədər hər tərəf ağcaqanadlarla dolu olur. Elə bil ki, hava onların ixtiyarına verilir. Ağcaqanad adi gözlə zorla seçilən, əllə çətin tutulan, düzünə açılmış qanadları ilə uçub ən sıx tikilmiş parçadan neştərini adamın dərisinə sancan, sancdığı yeri yanıq kimi qaşındıran həşəratdır. Dəridə yaranan su çiçəyinə bənzər yaraları 3-4 aya sağalır. İranın Miyana adlı qədim kəndi var ki, orada heç bir səyyah gecələmir. Yalnız bu kənddə haradan və necə əmələ gəldiyi məlum olmayan balaca taxtabitilər vardır ki, onun dişləməsi əcnəbilərin ölümünə səbəb olur. Təəccüblü burasıdır ki, bu həşəratın sancması yerli sakinlərə heç təsir etmir. Onlar heç bir ağrı hiss etmirlər və buna adi bir şey kimi əhəmiyyət vermirlər. İndi də bir neçə kəlmə Misirin 7-ci və sonuncu bəlası olan çəyirtkə haqqında danışaq. Çəyirtkələr İrana və Gürcüstana sözün əsl mənasında yürüş edirlər. Bir də görürsən ki, açıq aydın havanı qara bulud örtdü. Adama elə gəlir ki, bu qasırğadır. Ancaq bu qara bulud elə sürətlə hərəkət edir ki, heç qasırğa belə gələ bilməz. Sanki külək bu buludun dalına düşüb onu qovalayır. Göyümtül rəngli bu bulud milyardlarla çəyirtkədir. Bu qoşun hara hücum etsə, əkin biçindən əsər əlamət qalmır. Taxıl zəmisinə düşsə, orada bir dən sümbül, meşəyə düşsə, ağaclarda bir yarpaq saxlamaz. Xoşbəxtlikdən bu çəyirtkə buludu nə qədər sıx olsa da, tezliklə əriyib yox olur. Dəstə-dəstə quşlar onları arxadan izləyir. Hollandiyalılar hacı leyləkləri, Misirlilər qara leyləkləri əzizlədikləri kimi, İranlılar və Gürcülər də həmin bu quşları hörmətlə qarşılayırlar. Çəyirtkələrin qənimi olan bu quşları yerli cəmaət tarbu adlandırır. Bu, bizim muzeylərdəki Paradiseya tristisidir. İnsanlar kimi heyvanlar da bədbəxt hallarla üzləşirlər və bu bədbəxtlik iki dəniz arasındakı hövzələrdə bitən Qara dəniz yovşanından yeyib ölən atların başına gəlir. Çox vaxt 40, 50, bəzən 100 atlı ilxı bu bitkinin bitdiyi otlağa düşsə, bir atda salamat qurtarmır. Bütün ilxı tələf olur. Faciəli ölümündən söz açdığımız general Sisyanov da bir dəfə bütün artilleriya atlarının hamısını beləcə itiribmiş. Qoyunlar və öküzlər bu otu yeyəndə onlara heç nə olmur. Qan alma, qatıq və yağ bu zəhərlənməyə qarşı ən yaxşı vasitələrdir. Ancaq bu üsul heç də həmişə istənilən nəticəni vermir. Bizim kimi, yəni bizim keçdiyimiz yollardan keçərək səyahət etmək niyyətində olan səyyahlara məsləhət görürük ki, özləri ilə Peterburqdan yaxud Moskvadan bir kisə İran birə otu kirşanı götürsünlər. Bu kirşanın faydası ondan ibarətdir ki, kim ondan biraz öz ətrafına səpsə, haqqında danışdığımız həşəratların əksəriyyəti ondan kənarlaşar və həndəvərinə gəlməzlər. Onu da deyim ki, mən bu kirşandan analiz üçün bir torba Fransaya aparıram.
Ancaq nəbabət elmi haqqında zəif biliyimə əsaslanaraq təxmin edirəm ki, bu Kirşan çoban yastığının ləçəklərindən hazırlanır. 25-ci fəsil. Şah Hüseyn. Biz Fatimə məscidində olarkən Əli və Fatimənin oğlu Hüseynin ölümü ilə bağlı Bakıda, Şamaxıda və Dərbənddə verilən təziyə haqqında bir neçə söz demişdik. Hüseynin ölümü noyabr ayının 10-na təsadüf etdiyindən iş elə gətirdi ki, biz də həmin təziyədə iştirak etdik. Bu təziyə haqda hər şeyi doğru düzgün ifadə edəcəyimə söz verə bilmirəm. Qüsurum dili bilməməyimdir. Mən ətrafımdakıların əl-qol hərəkətləri ilə ifadə etdiyini, fransızca sözlərin qol qabırğasını sındıra-sındıra dediklərini yazmaqdan başqa çarəm olmadığından çox vaxt gördüklərimi öz anladığım kimi vermişəm. Kalinaya gəldikdə isə Rus universitetlərində aldığı yarı-yarımçıq təhsil sayəsində o gözümüzün qabağında yaşanan bu faciənin, müsibətin mənasını məndən də az başa düşürdü. Necə olsa da cürət edib hər şeyi xırdalıqlarına qədər aydınlaşdırmağa çalışacağam. Hörmətli oxucu, bilmirəm məlumatınız var ya yox, ancaq yenə də nəzərinizə çatdırım ki, Məhəmmədin dini iki böyük təriqətə ayrılır. Əbu Bəkir və Ömərin tərəfdarları sünni, Əlinin tərəfdarları isə şiə təriqətinə məxsusdurlar. Türklərin əksəriyyəti birinciyə aiddirlər, yəni sünnidirlər. İranlılar isə ikinci təriqətə, yəni şiəliyə mənsubdurlar. Bu iki məzhəb ayrılığına görə etiraf edək ki, hələ 16-cı əsrdə bir-birinə nifrət edən hugenotlar və katoliklər kimi sünni və şiələrin də bir-birini görməyə gözləri yoxdur. Şiələr xüsusilə kinli olmaqları ilə fərqlənirlər. Onların xristianlara qarşı nifrəti o dərəcədə qatıdır ki, şiə məzhəbli hər hansı bir şəxs acından ölsə belə xristianlarla bir süfrədə oturub yemək yeməz və əgər xristian sözün həqiqi mənasında susuzluqdan ölsə də fincanı murdarlanar deyə ona bir stəkan su verməz. Şiələr İslamın əsl davamçıları və ən mömin bəndələr sayılırlar. Bu təriqət müsəlmançılıqda ortodoksal cərəyandır. Dərbənddə, Bakıda və Şamaxıda yaşayan azərbaycanlılar bu təriqətə mənsubdurlar və hər il İslamda matəm günü hesab edilən Fatimənin oğlunun qətl gününü bu qədər çılğınlıq və qızğınlıqla qeyd edirlər. Dediklərimizə daha da aydınlıq gətirmək üçün Hüseyn haqqında bir neçə kəlmə qeyd edək. Məhəmmədin əmisi oğlu Əli onun qızı ilə evlənir və həmin vaxtdan təkcə Peyğəmbərin əmi oğlusu yox, həm də kürəkəni olur. Əlinin Hüseyn və Həsən adlı iki oğlu olur. Böyük qardaş Həsən xristianlığın 660-cı ilində öləndən sonra Hüseyn imam yaxud İslamın yeni qanunu rəhbəri elan olunur. O Məkkədə 11 il əmin-amanlıqda yaşadıktan sonra Müaviyyənin ölümündən sonra Küfə əhlinin dəvəti ilə xəlifə elan olunmaq üçün oraya yola düşür. Ancaq ehtiyatsızlıq edərək özü ilə cəmi 100 nəfərlik müşayiət dəstəsi götürür. Bunun nəticəsində Müaviyyənin oğlu Yezid haqlı ya da haqsız atasının ölümündə Hüseynin Əli olduğundan şübhələndiyindən qana almaq məqsədi ilə ondan qisas almaq qərarına gəlir. O, Bağdadın bir neçə kilometrliyində Kərbəla düzündə Hüseynə hücum edir. İndi həmin bu yer Məşədi Hüseyn yaxud Hüseynin məzarı adı ilə məşhurdur. Bax, heç bir bəzək-düzəksiz tarixi fakt bundan ibarətdir. İndi gəlin Azərbaycanlının təsəvvüründə bu faktdan necə don geyindirildiyinə baxaq. Bu mərasimin başlanmasına bir neçə gün qalmış, biz buna mərasim deyirik. Çünki mərasim Monte Cristo kimi 2 gün, Wallenstein kimi 3 gün yox, düz 10 gün çəkir. Bir daha xatırladaq ki, bu mərasimin başlanmasından bir neçə gün qabaq şəhərin baş küçəsində səhnə hazırlayırlar. Bu səhnə elə qurulur ki, küçələr, evlərin eyvanları, astanaları, dəhlizləri, pəncərələri tamaşa salonunun parteri rolunu oynayır. Bu müddət ərzində məscidlərə qara bayraqlar asılır. İçərisi şəhərin ən zəngin evlərindən gətirilmiş güzgülərlə, bahalı xalçalarla, qızılı və gümüşü naxışlı ipək parçalarla bəzədilir. Aşura 10 gün davam edir. 10 gün cəmaatı iş gücdən eyləyən bu qəribə, qeyri-adi faciə sona çatır. Qeyd edək ki, kişilər, arvadlar, uşaqlar, qocalar bütün gecəni bu mənzərəyə baxmaqla keçirirlər. Səhər açılanda isə yatmağa gedirlər. Bu 10 gün ərzində hər səhər saat 11-ə, 12-yə qədər bütün şəhər yatmış gözələ oxşayırdı. Bunu da deməliyik ki, bu 10 gündə Hüseynin və onun oğlunun uğrunda qılınc və güllədən nə qədər insan tələfatı oldu. Bu bədbəxt hadisənin qurbanları şəhid sayılırlar və deyilənə görə onlar bu fani dünyadan elə birbaşa Məhəmməd Peyğəmbərin sözlə təsvir edilməsi çətin olan cənnətinə düşürlər. Kaş elə belə olaydı. 26-cı fəsil. Əlvida Xəzər dənizi. Bakı və onun ətrafında tanış olacağımız 2 yer qalmışdı. Söhbət İran şahı 2. Şah Abbas tərəfindən tikilmiş Bakı xanlarının sarayından və Bakının girəcəyindəki Qurd qapısından gedir.
Dövrün ən gözəl nümunəsi olan ərəb memarlığı üslubunda tikilən Xan sarayı 1650-ci ildə Şah Abbas tərəfindən inşa olunmuşdu. Qəndəharı fəth edən Şardeni Taverniyeni biz Şah Abbası onların sayəsində tanımışıq. Öz sarayında böyük hörmətlə qarşılayan Şah Abbas ömrünün 36-cı ilində dünyasını dəyişmişdir. İndi bu sarayda heç kim yaşamır. Təmtəraqlı naxışları və çox gözəl günbəzi olan dəhliz və qəribə bir salon hələ də qalmışdır. Bura divanxana adlanır. Həmin bu salonun düz ortasında yeraltı zindana gizli keçid var. Deyilənlərə görə bu keçidin diametri 18 futdur və ağzı da böyük sal daşla örtülürmüş. Əgər ölüm hökmü gizli icra edilərdisə, məhkumu bu divanxana salonuna gətirər, sal daşı yerindən götürüb kənara qoyular, cəllad diz üstə çökmüş məhkumun başını bir qılınc zərbəsi ilə bədənindən ayırar, baş qopub birbaşa həmin bu xəndəyə, yeraltı həbsxanaya düşərmiş. Ölən adamın meyitini götürüb yenə də sal daşla xəndəyin ağzını örtərlərmiş. Bununla da hər şey qurtararmış. Deyilənlərə görə bu yeraltı həbsxanadan Fatimə məscidinə gizli yol varmış. Qurd qapısına gəldikdə isə bu başqa məsələdir. Bakıdan 5 vers aralıqdakı qayada əmələ gələn bu qəribə keçid Etna vulkanının xarabalığa çevirdiyi Siciliyanın bir güşəsinə oxşayan dərəyə açılır. Nə qədər yersiz də olsa, bu kədərli mənzərə təkcə Etnanın hər tərəfə yayılan lavalarının yaratdığı görüntü ilə müqayisə edilə bilər. Durğun su gölməçələri, dərə, iki hündür dağın arasında ortası oyulmuş sıldırım qaya, heç bir bitki izinə rast gəlinməyən yerlər. Qurd qapısından görünən mənzərə bundan ibarətdir. Biz bu gəzinti üçün 3 at aparmışdıq. Atların biri ağ, ikisi sarı kürən idi. Ağ atın gözəlliyi məni valeh etdi. Mən onu seçdim, ancaq təzəcə belinə qalxmışdım ki, ağırlığıma tab gətirməyəcəyini hiss etdim. Mən ağ atdan düşüb onu Piqulevskinin yasavulunun atı ilə dəyişdim. Yaxşı ki, belə etdim. Qurd qapısından aşağı enərkən ağ at büdrədi və üstündəki adamı 10 addım qabağa tulladı. Xoşbəxtlikdən Azərbaycanlılar elə gözəl at minəndilər ki, hətta yıxılanda da onlara heç nə olmur. Biz qaydanda artıq bütün əşyalarımız yüklənmiş, arabalarımız cənab Piqulevskinin qapısında hazır vəziyyətdə bizi gözləyirdi. Səhər yeməyini yedikdən sonra 3 gün ərzində tanış olduqlarımızın hamısı ilə vidalaşıb yola düşdük. Bakıdan çıxarkən Xəzər dənizinə arxamızı çevirmişdik. Strabon, Ptolemey, Marco Polo, Jankinson, Chardin, Strauss kimi müəlliflərin və Xəzər təsvirini onların hamısından dəqiq verən Herodotun əsərlərini oxuyarkən nə vaxtsa onu görəcəyimi heç ağlıma belə gətirmirdim. Artıq Xəzər dənizi arxada qalmışdı və mən onu bir daha görə bilməyəcəyimə təəssüflənirdim. Çünki dəniz mənim üçün əvəz edilməz, füsunkar bir gözəllikdir. Dalğalarının təbəssümü məni özünə çəkir. O mənə qarşı çox vaxt qəzəbli, hirslü olub, mən onun qəzəbli, təlatümlü anlarını da görmüşəm. Bəlkə də elə həmin vaxt o mənə daha gözəl görünüb. Və məhz belə anlarda sevdiyim qadın qəzəblənəndə ona baxıb güldüyüm kimi dənizə baxıb gülümsəmişəm. Ancaq ömrümdə heç vaxt dənizi lənətləməmişəm və əgər hökmdar olsaydım və o mənim bütöv bir donanmamı məhv etsəydi də onun dalğalarını cəzalandırmaq fikrinə düşməzdim. Mən ona elə dəlicəsinə vurulmuşam ki, sanki dünya dağılsa da o mənə xəyanət etməz. Axı bütün Zeviyyatxanlar başını onun dizləri üstünə qoyub yatan sevgililərinin saçını kəsmir. Onun şıltaq sularında macəra axtaranlardan fərqli olaraq Arion önünə gələn ilk delfinin belinə atıldığı kimi mən də özümü onun dalğalarının ağuşuna atmışam. Dəfələrlə dənizlə mənim aramda ayaqlarımı dayadığım bir taxta lövhədən savayı heç nə olmayıb və nadir hallarda məni göz işlədikcə uzanan üfüqlərə aparan qayığın üstündən əyilib onun dalğalarının qıvrım tellərini oxşamamışam. Mənim Siciliya, Kalabriya, Afrika, Elba, Pianoza, Monte Cristo, Korsika adalarına, Toskaniya arxipelagına və bütün Lipariot arxipelagına qayıqla yan aldığımı görənlər bu qayığı hansısa gəminin böyük qayığı hesab etmiş və sonra bomboş üfüqə təəccüblə baxmış, sual vermişlər. Sən hansı gəmi ilə gəlib çıxıbsan? Mən onlara dalğaların qoynunda zəif dəniz quşu kimi yırğalanan qayığımı göstərəndə hamı deyib, bu nəinki ehtiyatsızlıq, hətta dəlilikdir. Ancaq mənə belə deyənlər unudurlar ki, təbiətdə tam ağılsızlıq mövcud deyildir. İlahələrin köməyi ilə Hilası oğurlayıb qaçırdan və Febe hər gecə Amfitridanın sədəf sarayına düşürən romantik Yunan şairləri bunu çox yaxşı bilirdilər. Mən Xəzər dənizinin simasında yeni bir dost əldə etdim. Onunla bərabər bir ayı birlikdə başa vurmuşduq.
Mənə elə hey onun qopardığı qasırğalardan danışmışdılar. O isə bütün bunlara təbəssümlə gülümsəmişdi. Yalnız bircə dəfə mən Dərbənddə olarkən ərköyün qız kimi qaşlarını çatmış, geniş köksündə dalğalarını şahə qaldırmış, köpüklərini tül kimi üzünə çəkmişdi. Ancaq sabahsı gün o daha gözəl, daha mülayim, daha sakit, daha təmiz və parlaq görünürdü. Ey Hirkani dənizi, səni görmək az şairə nəsib olmuşdur. Orfey Kolxidada dayanmış, Homer sənin sahillərinə gəlib çıxa bilməmişdir. Rodoslu Apollon Lesbosu keçə bilməyib, Esxil öz Prometeyini Qafqaz dağlarında zəncirləyib, Vergili Dardanelin girişində ilişib qalmışdır. Horatsi qalxanını ataraq Mesinatı və Avqustu mət etmək naminə ən qısa yolla Romaya qayıtmışdır. Ovidi sürgündə olarkən Pont Evksini görmüşdür. Dante'nin, Ariostonun, Tassenin, Ronsarın, Karnelin sənin haqqında heç bir anlayışı olmayıbdır. Rasin öz İfigeyasının mehrabını Alvitdə ucatmış, Gimon de Letuş isə Tavritdə öz İfigeyasına məqbərə tikdirmişdir. Byron Konstantinopolda lövbər salmış, Chateaubriand sonuncu varis müqəddəs Ludovikin alnını sərinlətmək üçün Jordan çayından su gətirib, Lamartin öz ziyarətini Asiyanın sahillərində bir xaçın dibində başa vurub, qaya kimi sərt, əzəmətli və təmkinli Hugo qarşısına çıxan ilk adada məskən salıb. Yalnız sürgün edilən şair Marlinski səni görmüş və sənə aşiq olmuşdur. Sən onun üçün Baykal gölünün buzlaqlarından qopan alovsan. O da mənim kimi səni tərk edərkən ayrılarkən təəssüflənib və göz yaşı axıdıb. Çünki sahillərin böyük qonaqpərvərliklə ona qucaq açmışdı. O bu sahillərdə sevmiş və istirab çəkmişdi. Buradan ayrılacağını düşünəndə qəm dəryasına batmışdı. Yaş dolu gözləri ilə Olga Nestersovanın qəbrinə baxmışdı. Mənim kimi o da əbədi olaraq səninlə vidalaşmışdı. Kim bilir, bəlkə o ölümə getmişdi. Bəlkə də o heç kimin axtarmadığı Adler meşələrində günahlarından təmizlənməyə, saflaşmağa yollanmışdı. Ey Atilla'nın, Çingizxanın, Teymurləngin, Böyük Pyotrun və Nadir Şahın dənizi, onların vida kəlmələrindən birini xatirə saxlayıbsanmı? Mən öz vida nitqimi çox nadir hallarda eşitdiyim bir dildə söyləyəcəyəm. Bu dediklərim bizlərdə az tanınan bir şairin sözləridir. Onları təkrar edən isə mənəm, həmin o şairin qardaşı. Salam ey xəyal. Bu sözlərlə sənə müraciət edən, eyni vaxtda əlində həm qələm, həm də qılınc tutan şəxs böyük Rus nəslindəndir və özü də döyüşlərdə və gizli işlərdə əməlini, niyyətini həmişə gizli saxlayan böyük bir Rus nəslindən. O nəslin nümayəndəsi bu gün də mövcud olanları tərənnüm etmişdi, ancaq o məndən 30 il əvvəl bura gəlmişdi. Mən atımın şıltaqlıqlarını unudaraq sahil boyu yel kimi sürətlə çapırdım. Yol verin, yol verin, gözlərimin önündə qığılcımlar parlayır, tozlar qasırğa kimi havanı bürüyür, ətraf görünməz olur. Quşlar kimi qanad açıb xəyallar aləmində pərvazlanmaq nə gözəldir. Zamanı qabaqlamaq, qarşıdakı əngəlləri aşaraq keçmək insanın qəlbini necə də yüngülləşdirir. Sürətin necə təsirli gücü varmış, hər şey gözlərimizin önündə əriyib axır. Məhəbbətdən vəcdə gələndə qəm-qüssənin bizi tərk etməsi necə xoşdur. Sürət gücdür, bizim mənəvi sərvətimiz, bütün əsrlərin mexaniki gücüdür. İrəli, ancaq irəli mənim gözəl Qarabağ atım. Ah, sən qaçıb yaxanı məndən qurtarmaq istəyirsən, məni özünlə aparırsan. Şahə qalx, cilovu dişlərində möhkəm saxla, sıçra, nə qədər vəhşi olsan da səndən vəhşisi tapılar və səni istədiyi kimi ram edər. Və mən külək üzümə çırpıla-çırpıla, parlaq od tutub yanan gözlərimlə, möhkəm sıxdığım dodaqlarımla köhlənimi dənizə doğru sürdüm. Nə vaxtsa dalğaların qoynuna ildırım düşdüyünü görübsünüzmü? Mənim köhlənim də ildırım dalğaların qoynunda söndüyü kimi dayandı. Dənizin qopardığı səs-küydən qorxdu. Dalğalar dəniz atı ilxısı kimi onun üstünə həmlə edirdi. Küləkdə bu atların yanından ləpələrin köpüyü süzülür, ləpələr qorxaraq geri çəkilir. Mənim bu köhlənim isə ürkək, təəccüblü, qığılcım kimi parlaq, iri qara gözləri ilə küləkdən qanad taxan dəniz atlarını seyr edirdi. O buğlandıqca körüklənən burun pərlərini geniş açır, bu naməlum dəniz madyanlarının qorxusu ilə nəfəs alırdı.
Hər dəfə dalğa köksünə çırpılıb parçalananda o, yalını və qulaqlarını yuyan köpüklü dalğalardan yaxasını qurtarmaq üçün başını silkələyər, nallı ayağını qumun üstünə döyər, dişlərini qıcayar və əllə tutulmayan bu təcavüzkarları dişləməyə hazırlaşardı. Mən isə onun yaraşıqlı boynunu sığallayar, onu yavaş-yavaş sakitləşdirərdim. Ancaq yenə də o bu islah düşmənin hər zərbəsindən titrəyərdi. Durna qatarının dalınca düşən qartal kimi güclü şimal küləyi də dalğaları qabağına qatıb sahilə qovurdu. Göy üzünü buludlar örtmüşdü. Arabir külək onları dağıtdıqca günəşin şüaları parlayır və bəzi yerlərdə təpələnmiş nəm torpağı yel göyə sovururdu. Üzümü yağışa tutub doğma vətənimdən gələn bu küləyin qoxusunu var gücümlə ciyərlərimə çəkirdim. Mənə elə gəlirdi ki, onun ahəngdar uğultusunda çoxdan görmədiyim, qəlbən sevdiyim insanların, doğma ailəmin səsini eşidirəm. Bu səsdə hər şey var idi. Kilsə zənglərinin yanıqlı şikayətli cingiltisi, Volqa sahillərindəki bülbüllərin şaqraq nəğmələri. Mənə elə gəlirdi ki, sevdiyim gözəlin ilıq nəfəsi, şimal qarının paklığı, çiskinli Rusiyanın gül çiçəklərinin füsunkar rahiyəsi məni qoynuna almış, o yerlərdə dolaşdırırdı. Gənclik xatirələri məni çuğlayırdı. Ürəyim keçmişin xəyalına dalmışdı. Bütün arzular, xəyallar məhv olmuş, kədərli kölgə kimi dodaqlarımda təbəssümə, xoşbəxt günlərimin nişanəsi kimi gözlərimdə yaşa çevrilmişdi. Bütün bu xatirələr baharın müjdəçisi olan qaranquşlar kimi gəlir, göydə ildırım kimi parlayır, gül kimi açılırdı. Ey mənim çılğın hisslərim, parlaq xəyallarım, varlığımın sönən parçaları, nə vaxtsa, haçansa bir anlığa əyləndiyim və həmişəlik itirdiyim keçmişimin müqəddəs işıltıları. Doğrudanmı bu sizsiniz? Mən nə qədər çılğınlıqla, hərarətlə sizi arzulamış və uzun müddət yolunuzu gözləyirmişəm. Budur, indi yanımdasınız. Bir anlığa mənim yanımda, ətrafımda dayanın. Ey gecələr qeyb olan ruhlar, gəldiyiniz yerə dönməyə tələsməyin. Baxın, qollarımı necə açmışam, sizə ey əl çatmaz xəyallarım. Hələ məndən qaçmayın, biraz dayanın və doyunca vidalaşmaq üçün mənə fürsət verin. Hər şey qeybə çəkilir, dalğalar gurlayır, qasırğa güclənir. Bəs mənim xatirələrim niyə əl çəkmir, yoxsa külək xəyalımda canlanan dalğaları qovur, hə? Xoşbəxt o kəsdir ki, uçan xatirələrin bir hissəsini tutub saxlayır və ötən günlərdən gələn simurq quşundan heç olmasa bir lələk qopara bilir. Hal-hazırda xəyalın, xatirələrin məni belə keçmişə aparması ruhum, duyğularım üçün toy bayramdır. Kədərli qayğıların arasında baş qaldıran bu xoş hiss qayalarda bitən boynu bükük bənövşəyə bənzəyir. Xəzər dənizini tərk edərkən ona son dəfə vurulmuşdum. Sabah isə ona əlvida deyəcəyəm. Ey qonaq sevməz, sakit və qəmgin dəniz, mən səndən ayrıldığıma təəssüflənirəm. Sən mənim fikirlərimin həmdəmi, hisslərimin sirdaşısan. Dəli dalğaların göz yaşlarımı uzaqlara aparırdı. Mən hamıdan, xüsusilə özümdən bezəndə sənə üz tuturdum. İçimdəki qasırğanı yalnız sənin tufanın batıra bilirdi. İnsan hər zaman möhtəşəm təbiətin doğma, eyni zamanda anlaşılmaz səsi qarşısında susur. Xeyr, bu yerdə mən küfür danışdım, nadanlıq etdim. Hərdən bir mən dənizi başa düşürəm. Qəlbim sirli bir yuxuya dalıb onun dərinliyinə baş vurur. Dəniz mənə qədim əfsanələrindən, rəvayətlərindən pıçıldayır. Baxışım, gözlərim isə onun sularının dərinliyində ən gizli möcüzələrini axtarır. Uçsuz bucaqsız sular onun möcüzəsinə çevrilir. Dalğaların sahil qayalıqlarına yaxud qumların üstünə həkk etdiyi heroqlifləri çox aydın, sərbəst şəkildə oxuyurdum. Könül açan, ancaq mənasız qürurumun gözəli. Yox, başqaları kimi sənin sirrinin, müəmmanın səbəbini öyrənməmiş sahillərini tərk etməyəcəyəm, ey Xəzər. Ürəyini kimə açsan, onun üçün kitab deyil, qəbir olubsan. Kainat kimi sən də qapılarını elmin üzünə açmırsan. Onun kimi sən də demək olar ki, bizi həmişə yanıldan, bəzən xəyanət edən fikir, düşüncə qədər əl çatmazsan. İnsan gözlərini teleskopla silahlandıraraq yerin atmosfer qatını dəldi və süd yolunu kəşf etdi. Nəhəng Saturnun parlaq həlqəsinə qədər nüfuz etdi. Ey dəniz, hansı göz sənin uçurumlarının dibini görə bilib? Kim sənin nəmli rübəndini üzündən qaldırmağa cürət edib? Ey bədbəxt yazıq insan, zavallı məxluq, sənin əlindən yalnız onun qumlu sahillərindən balıq qulağı yığmaq gələr.
və bir də ümidin yerdən göyə üzülənə qədər fikirləşəcəksən ki, görəsən kəhrabanın ən kiçik hissələri, mirvarilərin mənbəyi haradadır? Ey dəniz, sən intihasız və əbədi varlıqsan. Ölümdən qorxmayıb ağuşuna atılanı elə həmin andaca kamına çəkirsən. Neyləməli? Mən hər yerdə və daim dənizi sevirəm. Onun ulduzlu kəhkəşanı güzgü kimi əks etdirən hamar dalğalarının sakit və laldinməz qoynunu, küləyinin hərəkətini, zümrüd sularında gedən həyat mübarizəsini, hər şeyə can verməsini və çirkabları yuyub arındırmasını sevirəm. Onun təlatümünü, köksündə qopan qasırğaları, tufanları, günəşin qara buludları dəlib aşağı süzülən şüalarını və nəmli uçsuz-bucaqsız sahildə qaçışan dalğaların alovlu hərarətlə kükrəyən səsini sevirəm. Bəzən adama elə gəlir ki, günəş buludlarla döyüşdən yorulmuş halda şəfəqlərini bir yerə toplayır, həyəcanlanır, qəzəbdən yaxud qorxudan nərə çəkir və od tutub yanan saçlarını söndürmək üçün dənizin dərinliklərinə baş vurur. Dalğalar bəzən eybəcər su inəkləri kimi qaranquş qanadlı delfinlərə hücum edirlər. Bəzənsə qısqanclıqdan qığılcım topası kimi təzəcə torpağı tərk edib gözünün qabağında sinəsində şırım açan gəmilərə ikrah hissi ilə baxır, onlarla nəhəng divlər kimi cəsarətlə döyüşə atılır, gəmilərsə etinasızlıqla dalğaları yarır, dağıdırlar. Görən deyir ki, o dalğalara yox, dalğalar ona hücum çəkir. Nəhayət dəniz yorulub əldən düşür. Dodaqlarında təbəssüm oynayır və qarşısındakı qalibin ayaqları altında toz kimi dağılıb yox olur. Mən qasırğanı sevirəm. Gecələr ay ölü kimi saralmış bənizini çevirib yer üzünə boylanır, səmadan səssizcə axıb ağ kəfəninə bürünmüş halda dənizin səthinə sürünür. Bu vaxt bir də görürsən ki, Osiyanın ağ atlı igidləri kimi ağ saçlı dalğalar qara çərçivələrindən şahə qalxır, dənizin altında qara mirvaridən düzəldilmiş əklil kimi bərq vurur. Dalğalar amansızcasına döyüşə atılır, bir-birlərini təqib edir, toqquşur, bir-birinə hədələyir, parıldayaraq başqa dalğaların həmləsindən parçalanır və yox olur. O biri dalğalar da öz növbələrində bunlara qarışıb gözdən itir. Birdən onların ortasında qəbirlər peyda olur, qabarır, səma qara buludlarla örtülür, dəniz qəzəblə çırpınır və köpüklənir. Sanki biraz keçsə bu nəhəng dalğa gəmini parça-parça edəcəkdir. Ancaq bu vaxt buludların arasında qığılcım parlayır, ildırım gurlayır və nəhəng dalğa iki yerə bölünərək sakitləşir, sanki nə vaxtsa çıxdığı uçuruma qayıdır. Mən öz sahilinə hücum edib onu zəbt etməyə çalışan dənizin dalğalarını qayalara çırparaq gizlənməsini çox xoşlayıram. Bəzən o qayaların üstünə ilan kimi fısıldayaraq dikəlir, ancaq yenə it kimi qayanın ətəyini yalaya-yalaya geri çəkilir. Az keçməmiş, daha qeyzlə şahə qalxır, yenidən həmin qayanın üstünə cumur və pələng kimi nərə çəkərək onu gəmirir. Sonra hiyləgər adam kimi üstün gələ bilmədiyi daşların içini oymağa çalışır. Suları ilə onu gəmirir, mişarlayır, zamanın onun vücudunda əmələ gətirdiyi yaraların qaysağını qoparır, sanki yorulmaq bilməyən qoç kimi tərli başı ilə ona kəllə vurur. O Nuh əyyamında daşıb torpağı başdan başa köksünə aldığı kimi yenə kükrəyib hər yeri udmaq istəyir. Ey Saturn, geri çəkil, yoxsa sən öz doğma övladını parçalayıb məhv etmək istəyirsən. Unutma, sən ona yalnız cisim veribsənsə, Allah ona ruh və şuur vermişdir. Bundan sonra o sənin ovuna çevrilərmi, hə? Bəli, mən çox dənizlər görmüşəm və onların hamısını sevmişəm. Ancaq ey çılğın Xəzər, səni başqa dənizlərin hamısından daha çox sevəcəyəm. Pis günümdə sən mənim yeganə sevgili rəfiqim oldun. Mənim canımı ölümdən, taleyimi isə qəza-vü qədərin qismətindən xilas etdin. Mən fırtınaya düşən gəminin bir parçası, yolunu azmış bədbəxt bir bəndə kimi təbiətin kimsəsiz, inc-cins gözə dəyməyən bir guşəsinə atılmışdım. Hamının üz döndərdiyi bir adam kimi yerdən göydən əlimi üzmüşdüm. Bundan belə nə tarlalara biçinə gedəcəyimə, nə meşəyə ova çıxacağıma ümidim qalmamışdı. Mən sənin qoynunda mirvari və mərcan axtarmaq üçün gəlməmişdim, ey dəniz. Sahillərini nə var dövlət, nə də əyləncə həvəsi ilə gəzirdim. Əsla. Hisslərimi sakitləşdirmək, qəlbimi rahatlamaq, həyatı öyrənmək üçün məsləhət istəyir, bəşəriyyətin əsasını təşkil edən 4 ünsürə, suya, oda, torpağa və havaya yaxınlaşmağa can atırdım. Təslim olmaq məqsədi ilə deyil, düşüncələri ilə göylərin qızı, yerin isə oğlu olan qəlbimi ovutmaq xatirinə. Sənin sahilində heç nə o böyük yaradanı məndən ayıra bilmədi.
nə varlıq, nə də insan axını əbədiyyətə qovuşmağıma mane ola bilmədi. O mənim qəlbimdə aydınlanır, onun geniş həlqəsində yolumu itirir, aramızdakı məsafə sədd yox olurdu. Doğma, şirin həyatın bəşəri bir sevinci qarşısında özümü unutmağım ikimizi birləşdirir və zaman damla-damla əbədiyyət ümmanında əriyirdi. Məncə taleylərimiz bir-birinə bənzədiyindən biz səninlə belə yaxınıq. Sənin suların başqa dəryaların suyundan daha acı və daha çılğındır. Sən amansız sahillərin qapalı həbsxanasına məhkum olunduğuna, dalğalarının başqa okeanların dalğalarına qovuşa bilmədiyinə görə xiffət edirsən, qabarma çəkilmənin nə olduğunu bilmirsən, əsrlər keçsə də nə qədər qəzəbli olsan da, buz qıran ləpələrini, köpüklərini sualtı qayalara söykənən sərhədlərindən kənara atmağa gücün çatmır. Sinənə tökülən böyüklü-kiçikli bu qədər çayın suyunu hara elədiyini təkcə Allah bilir və elə edirsən ki, onların heç biri gedib sənin palçıq və od, alov püskürən yeraltı vulkanlarına çata bilmir. Elm indi bizə deyə bilərmi, adları unudulub tarixə qovuşan nə qədər xalq vaxtı ilə sahillərində yurt yuva salmışdır? Girdablarında nə qədər naməlum qurban hiss edirsən? Sən bu qurbanların heç birindən iz soraq saxlamayıbsan. Bəzən dalğaların sahilə atdığı tullantılar qoynunda nə qədər xəzinə gizlətdiyindən xəbər verir. Ey dəniz, alnındakı qırışlar heç də zamanın buraxdığı izlər deyildir. Onlar ilahi hisslərin tüğyanıdır. Elə ki duyğuların kükrəyir, sən daha dəhşətli, daha narahat görünürsən. Bəzənsə dumduru və mülayim olursan. Onda günəşin şüalarına və insana qoynunda səyahət etməyə icazə verirsən. Bəşər övladı balıq qulaqlarının xışıltısı altında ana laylasının ahəngi ilə beşikdə uyuyan körpə kimi sahillərində yuxuya gedir. Bəli, ey sirli dəniz, mənim düşüncələrimin çoxu səninkilərə oxşayır. Elə özün də mənə çox bənzəyirsən. Ancaq sənin nə hökm vermək, nə də qavrayış sərbəstliyin vardır. Sən başqa cür ola da bilməzsən. Necə yaranıbsansa, elə də qalırsan. Mənsə başqa cür ola bilərdim, ancaq bunu bacarmamışam. Byronun dili ilə desək, yığdığım böyürtkənləri öz əllərimlə yetişdirmişəm. Ancaq onun tikanları əlimi yaralayır və qanadır. Onsuz mən bu kolun necə bar verdiyini bilirdim. Ulduzlardan düzəldilmiş tac parlaq və möhtəşəmdir. Dəfnə çələngi şərəf, palıd çələngi hörmət, gülçiçək çələngi xoş raihə rəmzidir. Böyürtkən çələnginin nə olduğunu isə yalnız mən bilirəm. Ey Xəzər dənizi əlvida, təkrar-təkrar əlvida. Səni görməyi çox arzulayırdım və öz əməllərim sayəsində arzuma çatdım. Ayrıldığımıza təəssüflənirəm, ancaq bununla belə bir daha görüşməyi arzulamıram. Kaş dalğaların genişlənərək mənim vətənimə yol açaydı. Son dəfə sənin dəhşətli və əzəmətli qəzəbinin mənzərəsini heyranlıqla seyr edirəm. Dalğaların intəhasız sularda baş qaldırıb yuvarlana-yuvarlana sahilə cumur. Qayalara çırpılaraq burulğanlarda ilişir, onların üstündən aşıb çimərlik qumlarını yalayırdı. Küləyin sovurduğu kiçik damlalar dənizin üstündə parlaq duman əmələ gətirirdi. Bu parlaq duman isə büqəlamun kimi göz önündəcə rəngini dəyişirdi. Əvvəlcə göy, sonra maviyə çevrilir, sonra parlayaraq tutqunlaşırdı. Ey dəniz, səni tərk etməyə, səndən ayrılmağa gücüm çatacaqmı? Deyəsən sənin pıçıltınla küləyin səsi bir yerə cəm olub şikayətlərini ifadə edirlər. Dalğalarsa kiçik qardaşlar kimi onları da tərkimə almağı xahiş edirlər. Ancaq köhlənim cilovunu buraxan kimi azad olduğunu hiss etdi. Bir sıçrayışla məni sahildən apardı. İskəndərin və Xosrovun şəhərinə qaydanda yanaqlarım islanmışdı. Ancaq bu sənin sularının günahı deyildi. Bu səhifələrin Byron tərəfindən yazılmadığına kim inanar? Ancaq bu sətirlərin müəllifinin adı biz tərəflərdə tanınmır. Heç kimə bəlli deyil. Nə qədər ki bu səhifələr mənimlədir, mən bu unutqanlığı bərpa etməyə, onun adını yaddaşlara yazmağa çalışacağam.